Salamlar. Bugün Rufo'ya hazırlaşırıq, finala hazırlaşırığın yəqin ki son bölümü 8-ci bölümlü ilə qarşınızdayam və son dəfə 2024-ün suallarını müzakirə eləyəcəyik. Suallarımız bu cürdür. Yenə də linkimiz aşağıda olacaq. Baxmaq üçün bu il keçən ilkilərdən fərqli olaraq hər bir sual 10 ballıqdır. Yəni belə bir dəyişiklik ediblər. Suallara keçməzdən öncə bir şey demək istəyirəm ki, indiyə qədər finala hazırlaşanlar videoların sizə bir yardımı oldu mu? Həlləri kömək oldu mu? Finala hazırlaşarkən nə qədər dəstək oldu? Fikirləriniz necədir? Bu hazırlığınız necə keçdi? Mən çox istəyirəm ki, kommentariyalarda eşidim. Yəni bu müddətdə əgər bütün videolara baxmısınızsa, həm video like atmanızı istəyərdim, həm abunə deyilsinizsə abunə olmanızı istəyərdim. Çünki indiyə qədər bəhrələnirsiniz. Məncə bir abunəliyi hak edir bu kanalda və kommentlərinizi bölüşün. Mən kommentlərinizi oxumaq istəyirəm. Çünki sabah sizin ilk final gününüzdür. Mənə maraqlıdır ki, bu yolda necə təcrübələriniz oldu. Gəlin vaxt itirmədən keçək sualların həllərinə. Deyir, Aysel ağlında bir dənə ədəd tutur. Əhməd deyir ki, 10 dənə sual verir və həmin ədədi tapmaq istəyir. Deyir Aysel ki, bu ədəd 1-ə tam bölünür. Yox, daha doğrusu Əhmədin 10 sualı bunlardır. 1-ə tam bölünürmü? 2-yə tam bölünürmü? 3-ə tam bölünürmü? Ona qədər gedir bu. Deyir Aysel hamısına hə deyir. Bir dənəsinə yox cavabı verəndə əlavə edir ki, ağlında tutduğun bölənlə soruşduğun sualdakı bölənin birdən başqa ortaq böləni yoxdur. Onda deyir Aysel hansı suala yox cavabını veribdi. Burada 3 kateqoriya var. 2, 4, 8 kateqoriyası var. Məsələn, Aysel burada bu ikisinə hə deyə bilər, buna yox deyə bilər. Amma bir söhbət var ki, ağlında tutduğun bölənlə soruşduğun sualdakı bölənin birdən başqa ortaq böləni yoxdur. Əgər cavab 8 olsaydı, onda 2 ilə 4 ilə qarşılıqlı sadə olmalı olardı. Bu da doğru deyil. Çünki 8 ilə 2, 4 qarşılıqlı sadə deyil. Ədədlərdən biri bu ola bilməz. 3, 6, 9 olsa, yenə eyni söhbət. Yəni bunlardan biri yox ola bilməz. Çünki heç biri qarşılıqlı sadə deyil. 5 ilə 10 ola bilməz. Eyni səbəbdən. Yəni hər ikisindən birinə yox cavabı versə, digəri ilə qarşılıqlı sadə olmur. Qalır 1 və 7. Amma onsuz da biz bilirik ki, Aysel ağlında nə tutsun, bu ədəd həmişə 1-ə tam bölünəcək. Deməli 1 də ola bilməz. Cavabımız 7 olar. Çünki 7 ilə qarşılıqlı sadə ola bilər. Heç bir problem yaranmır. Amma bunların hər birinin kateqoriyaları var ki, digərinə problem yaradır və qarşılıqlı sadə olmur. Gəlin keçək növbəti sualımıza. Deyir, x, y, z 0-dan kök 2 arasındadır. Çünki bu ədədlər müsbət olmalıdır. Aşağıdakı bərabərsizlər sisteminin həqiqi ədədlər üçlülərini tapın ki, sistemi ödəsin. Bərabərsizlər sistemini. Məsələn, maraqlı bir həlli var. Biz bu ifadədən qurtulmaq istəyəcəyik. Necə? Bərabərsizlik tətbiq eləyəcəyik. AB kiçik bərabərdir. A kvadrat, B kvadrat. Ədəd ortanda sortdan belə bir nəticə çıxır da bilirsiniz ki. Niyə bunu istifadə edirik? Çünki biz istəyirik ki, nəsə bu ədəd kökündən qurtulsun, hasil olacaq. Və bununla toplanıb bu x, y kvadratlar getsin. Yəni biz bərabərsizliklərdə mənfidən qurtulma yöntəmini tətbiq edirik. Bəs bunun üçün nəyimiz çatmır? Bu B ədədi bu olacaq. Bizə bura bir dənə x, y lazımdır. Onda hər tərəfi x, y-yə vuranda x, y gəlin buradakı ifadəni vuraq. Eləyəcək nə? 2x 2 kök altda x bölünsün kök altda z kiçik bərabərdir. Buraya x-a vurduq. Hər tərəfi x-a vurmuşam. X, y vurulsun. 4 çıxılsın. X kvadrat, y kvadrat. İndi mən bunu tətbiq eləsəm, yəni AB kiçik bərabərdir. Ədədləri kvadratı yüksəldib toplamaqdan kiçik bərabər olacaq nədən? X kvadrat, y kvadrat. Üstə gəlinsin 4 çıxılsın. X kvadrat, y kvadrat. Və mən ədədi ortanda sorta edə bilərəm. Çünki bu ədəd müsbət ədəddir. Bölünsün 2. Bu da bərabər olur 2-yə. Belə çıxır ki, bu ikilər də gedəndə kök altda x böl z 1-dən kiçik olur. Kök altda x bölünsün kök altda z kiçik bərabərdir. 1 olur. Buradan çıxır ki, x z-dən kiçik bərabərdir. Deməli, burada x-in z-dən kiçik olduğunu tapdıq. Burada da böyük ehtimal tapacağıq ki, z kiçik bərabərdir y. Axırıncıdan tapacağıq ki, y kiçik bərabərdir x və x həm z-dən kiçikdir, z y-dən kiçikdir, y də x-dən kiçikdir. Belə çıxır ki, hamısı bu formada düzülübdür və bu o demək ki, bu bərabərlik halı ödənir. Çünki x x-a bərabərdir. Onun ki, ortadakılar da bərabər olacaq. X, y, z ancaq bərabər olanda bu bərabərsizlik sistemi ödənir. Xüsusi bir şey yaranır mı x, y, z-də? Mənə sadəcə maraqlıdır.
bərabərlik halı tapmalıyıqmı? Bəli, bərabərlik halı hamısında ödənməlidir. Eyni səbəbdən də, çünki buradakı kimi. Və bu bərabərlik halının ödənməsi üçün nə lazımdır? A ilə B bərabər olmalıdır. Burada x, y bərabər olanda mı ödənir? Gəlin baxaq. Deməli, bu x kvadrat olur. Bu da 4 çıxılsın. X 4. Deməli, x kvadrat bərabər olmalıdır bu ədədə. Yəni, kök altında 4 çıxılsın. X üstü 4-ə. Kvadrat yüksətsək hər tərəfi x üstü 4 bərabər 4 çıxılsın. X üstü 4. Buradan tapılır ki, x üstü 4 bərabər 2. Deməli, x bərabər olmalıdır 4-cü dərəcədən kök altında 2. Həmçinin y, həmçinin də z. Çünki biz ədədə ortayındakı orta niyə tətbiq eləmişiksə və bərabərlik halı ödənibsə, daha sonra bərabərsizlik ödənibsə, bərabərlik halı bu ədədə ortayındakı ortadakı ifadələr, yəni A ilə B bərabər olanda ödənir. Sadə bir sual idi. Gəlin keçək növbəti sualımıza. Deyir, aşağıdakı bərabərliyi ABC müsbət tam ədədləri üçün həll eləyin. Çox qısa bir həlli var. Elə onu da göstərəcəm. Niyə 3-cü sualda bilmirəm. Məsələyə mod 4-də baxsaq, biz bilirik ki, B ilə C hamısı birdən böyük bərabərdir. Mod 4-də baxanda A üstü 12 üstü gəlinsi mənfi 1 üstü B bərabərdir 0 mod 4 çıxar. A üstü 12 tam kvadrat olduğu üçün ya 0 ya 1 verir mod 4-də. Mənfi 1 verə bilər ya 1 ya da 3 mod 4. Yəni B tək olanda 3 verəcək, B cüt olanda 1 verəcək. İndi bu iki ədədin cəmi nə vaxt 0 verə bilər? Ancaq bir halda mümkündür. Bu da A üstü 12 1 verməlidir. Deməli, mənfi 1 üstü B də 3 verməlidir ki, bunların cəmi 0 versin. Yəni, buradan nəticə çıxır ki, B tək ədəddir. Çünki B cüt olsa 1 verər. 1 ilə də heç bir şeyin cəmi 0 mod 4 verə bilməz. B-nin tək olmağı bizə nə verir? Mod 9-a baxacağıq. Mod 9-a mı? Yox. Mod 8-ə baxacağıq. Prosto 1B1 halına baxmaq olar. Ehtiyac yoxdur ya da. 3 üstü B, B tək ədəd olanda bizə verir 3 mod 8. Çünki 3-ün qüvvətlərinə baxsanız 3, 9, sonra 27, 81. Bunlar mod 8-ə nə verir? 3, 1, 3, 1. Deməli, B tək olanda 3 verir, B cüt olanda 1 verir, 3 üstü B 3 mod 8 verir. İfadəyə hər tərəfə baxsaq, A üstü 12 üstü gəl 3 üstü B bərabərdir. A üstü 12 üstü gəlinsin 3. Bu da bərabərdir. İndi bu ədəd normaldır. 8-ə bölünəndə 4 üstü C verir. 4 üstü C mod 8. Və burada 2 halal yaranır. Əgər C böyük bərabər 2 olsa, bu sağ tərəf verəcək 0 mod 8. Ya da C1 olanda verəcək 4. 4 mod 8. Tamam. Əslində bu hissədə həll yoxdur. Niyə? Çünki əgər bu olsa 0, 3 ilə nəyin cəmi 0 mod 8 verər? 5-in. Deməli, A üstü 12 verməlidir 5 mod 8. Amma bu da doğru deyil. Çünki A üstü 12 tam kvadratdır və bir ədədin kvadratı ancaq 0, 1, 4 mod 8 verə bilər. Bu ziddiyyətə görə C böyük bərabər olanda həll yoxdur. C1 olanda nə tapırıq? A üstü 12 üstə gəl 3 üstü B bərabərdir 1788. A1 olanda həll yoxdur. Çünki A1 olanda 3 üstü B 1787 olur. Həlli yoxdur. Yəni 3-ün heç bir qüvvəti 1787 eləmir. A 2-dən böyük bərabər olanda isə A üstü 12 böyük bərabərdir 4096 edir. Hansı ki böyükdür 1788-dən. Və burada da həll yoxdur. Deməli, məsələnin həlli yoxdur. Asan bir sual idi. Gəlin keçək növbəti sualımıza. 9-un 10-a lövhə verib, 90 dənə xanası var. Deyir, şahmat vəziri veribdir. Vəzir bir xanadan ya yuxarı, ya aşağı, ya sola, ya sağa hərəkət edə bilir. Bir gedişə bura, bu xanaları gedə bilir. Öz sütununda, öz sətirində. Belə bir qayda verib ki, n tək ədəd olanda, daha 2n çıx 1-də, yəni n tək ədəd olanda bu vəzir x hərəkət edir. X dənə xana. X 9-dan kiçik ədəddir. N cüt olanda isə 9 çıxılsın x hərəkət edir. Hərəkət. Tamam. Deyir ki, bütün və bu 9 x hərəkəti edib qutarandan sonra son dayandığı yer, son xana.
onun ziyarət elədiyi xana hesab olunur. Yəni əslində bu xanaların hamısından getsə belə, bu gəlib axırıncı çatdığı yerə ziyarət elədiyi xana sayırıq. Yəni çek. İndi deyir vəzir lövhənin hər hansı bir xanasından başlayır. Yəni özünüz seçə bilərsiniz. Deyir bütün xanaları gəzsin, sonra başladığı yerə qayıtsın. Bu mümkündürmü? Bunu axtarın. Sonra deyir sağ, sol, yuxarı, aşağı gedə bilir vəzir. Tamam. Vəzir görək neçədən ümumiyyətcə yol gedib, gəlin onu araşdıraq. 90 dənə xana var. 90-ın da gəzməlidirsə, deməli 90 gediş lazımdır. 90 gediş lazımdırsa bunlardan neçəsi təkdir? 1, 3, 5, 89 dənə. 89-cu addımlar bunlar tək addımdır. X hərəkət edir. 2, 4, 6, 90-cı addımlar isə cüt addımdır. Bunlar da 9 çıx X hərəkət edir. Daha doğrusu tərsinədir, amma çox da fərq eləməyəcək. Ya elə düzdür. İndi deməli 90 dənə gediş eləyib. Hər iki gedişin cəmində 9 xana hərəkət eləmiş olur. Çünki birincidə x-dir, o birində 9x-dir. Burada da 9 hərəkət eləmiş olur. Burada da 9 hərəkət eləmiş olur və sayır. Ümumi olaraq 9 hərəkət edir və burada neçə dənə 9 var? 90 bölü 2 45 dənə. Yəni axırda 45 vur 9 dənə hərəkət, yəni 405 dənə hərəkət eləməlidir. Tamam. Bəs sual. 405 dənə hərəkətdən sonra heç hamısını gəzsə də, gəzməsə də başladığı xanaya qayıdacaqmı? Xeyr, başladığı xanaya qayıtmayacaq. Çünki əgər biz bunu şahmat taxtası kimi rəhləsək, yəni qara, ağ, ağ, qara. Şahmat taxtası kimi rəhləyəndə belə bir şey var ki, siz tək gediş eləyəndə rənginiz dəyişir. Yəni məsələn, qaradasınızsa ağda qurtarmalısınız. Cüt gediş eləyəndə eyni rəngə qayıdırsınız. Yəni ağ, qara, ağ, qara. Yəni tək gediş edəndə xana dəyişir. Dəyişir. Xana dəyişirsə, mən yəni ən azından fərqli rəngdə xanada qalıram. 405 gedişdən sonra bütün xanaları ziyarət etdim, etmədim. Mən fərqli xanada olacam. Fərqli xanada olacam. Yəni eyni xanada olmaq mümkün deyil. Onda məsələnin cavabı olmaz. Yəni bu bizə çox rahat bir həll verir ki, 405 gedişdən sonra öz olduğu xanada belə olmayacaq. Çünki 405 tək ədəddir. Asan bir kombinator sualı idi. Həqiqətən heç gözləmədiyim suallardı. Gəlin keçək son sualımıza. Deməli, ABC üçbucağı veribdi. BY hündürlüyünü çəkiblər, CF hündürlüyünü çəkiblər, bir də FY xəttini çəkiblər. Bu formada deyir ki, bu FY xəttinə görə C-nin bir dənə yansımasını götürürlər, refleksiyasını götürürlər Y nöqtəsi, bir də FY xəttinə görə B-nin refleksiyasını götürürlər X nöqtəsi. Yəni bu məsafə nədirsə, bu məsafə də odur və refleksiyada elə bir güzgü əksidir. Elə simmetrik nöqtələr güzgü əksi deməkdir. Deyir ki, bir də ABC-nin xaricinə çevrə çəkirəm, ABC-nin xaricinə çevrə çəkirəm və AYF-in xaricinə çevrə çəkirəm. Hər ikisi də T nöqtəsində kəsişirlər. Deyir, isbat eləyin ki, A, X, Y, T saykilikdir. Saykilik. Tamam. Bunu isbat eləmənin çox rahat bir yolu var. A, T, F, Y saykilikdir. Bizdə A, T, gəlin bunu yazaq. A, T, F, Y saykilikdir. A, T, B, C saykilikdir. Tamam. F, Y, B, C haqqında nə deyə bilərik? F, Y, B, C-də bu da 90 baxır, bu da 90 baxır B-C-yə. Onda bu da saykilikdir. Çevrəni çəkə biləcəmmi? Maraqlıdır. Yox, çəkə bilirmişəm. Tamam, pis deyil. Çevrə-çevrəli. İndi bunu da gəlin yazaq. F, Y, B, C də saykilikdir. Ümumiyyətcə bu 3 dənə qayda görəndə, yəni 2, 2 bir-birlərini saykilik olaraq kəsirlərsə, F, Y, B, C-dirsə, 3 dənə çevrə bir-birini kəsəndə biz buna radikal aksis teorem deyirik. Radikal aksis teorem. Radikal aksis teorem. Teorem. Və bu teorem deyir ki, bu 3 dənə çevrənin radikal aksisi, yəni məsələn, bu çevrə ilə böyük çevrəmiz hər ikisi nədən keçir? AT-dən keçir. Deməli, onların radikal aksisi AT-dir. Gəlin bunların rəngini qırmızı edeyim, daha yaxşı görünsün. Deməli, bu AT-dir. Sonra bu çevrə ilə bu balaca çevrə harada kəsişir? F7 ikisi də kəsişir. Deməli, FY bunların radikal aksisidir. Bir də
bu böyük çevrə ilə bu bir çevrə hər ikisi BC-dən keçir. Bunların da radikal aksisi FBC-dir. Deyir 3 dənə çevrə kəsişirsə, radikal aksis teoremi deyir ki, 3 dənə radikal aksis kəsişirlər radikal senterdə. Biz buna radikal senter, radikal mərkəz deyirik. Baxın, FY də zaten bunun üstündədir. Və onların kəsişdiyi nöqtəyə bir dənə N nöqtəsi deyəcəyik. Radikal senter. Tamam. Radikal senter okeydir. Oxşar məntiqlə bir də ki, B FY-nin, yəni NY-nin refleksiyasıdır. X B-nin refleksiyasıdır. C-nin refleksiyası Y-dir. Onda oxşar məntiqlə siz rahatlıqla deyə bilərsiniz ki, NX, Y bir düz xətt üzərindədir. Çünki pert bir şeydir də, bu elə bir güzgüdür. B necə X-dırsa, C necə Y-dirsə, onda necə NBC bir düz xətt üzərindədirsə, NX, Y də bir düz xətt üzərində olacaq. Çox sadədir də, bunu demək məncə ispat eləməyə çox da ehtiyac yoxdur. İndi mən nə ispat edəcəm? Mən ispat edəcəm ki, əgər bunun xaricinə çevrə çəkmək olursa, XTA, yəni şəkildə yaxşı görünür də, onda qüvvət teoremindən ispat edəcəm ki, bu xaricinə çevrə çəkmək olur. Yəni çevrə çəkmək olsa, qüvvət teoremi ödənməlidir. Yəni sual, NX vurulsun NY acaba bərabərdirmi? NT vurulsun NA. Biz bunu ispat etsək məsələ qutarar. Tamam. NX vur NY refleksiya olduğu üçün, yəni NX ilə NB bərabərdir. NY ilə də NC bərabərdir. Tamam. İndi sual, NB vur NC, NT vur NA-ya bərabərdirmi? Bərabərdir. NT vur NA-ya. Səbəbi nədir? Çünki biz bilirik ki, ATBC sayklikdir. Və ATBC sayklik olanda, gəlin o xətlərdə mavi ilə işarələyək. Bu çevrə var. Və o çevrəyə çəkilən xəttlər kimdir? Kəsənlər kimdir? Bir NTA xəttidir, bir də NBC xəttidir. Hansı ki, bu qüvvət teoremini ödəyir. NT-nin NA-ya hasili, NB-nin NC-yə hasilidir. Orta məktəbdən bilirik. Deməli, NB vur NC, NT vur NA ödəndiyi üçün NX vurulsun NY, NT vur NA ödənir. Onda buradan çıxır ki, XTAY, X çox balaca oldu. XTAY sayklikdir. Və bununla da sadə isbatımız tamamlanır. Aşağı yaş qrupu həddindən artıq asan suallar idi. Bu həm də YYQ 3-cü sualdır. Ola bilsin 2024 sualları bu cür asandılar. Yəni 5 yarım saat bəlkə də çəkmədi ki, bunların həllini, izahını verdim. Gəlin keçək yuxarı yaş qrupunun izahlarına. Yuxarı yaş qrupunun ilk sualı bu cürdür. 1-dən 100-ə qədər ədədlər veribdir. 1, 2, 3, 4, 10, 11, 12, 99, 100-ə qədər. Və birləşdirib bir dənə ədəd əmələ gətiriblər. Deyir sonra bu ədədin rəqəmlərini silirik, 100 dənə rəqəmini silirik. Alınan axırıncı ədəd ən böyük ədəd olur. Deyir bu ədədin ilk 10 rəqəmini tapın. Tamam. Əgər siləcəyiksə, çalışacağıq ki, sol tərəfdə ən böyük rəqəm olsun, hansı ki 9-ları saxlamalıyıq. Onda gəlin silməyə başlayaq. 1, 2, 3, 8, 9-a qədər ədədlərdən bu ilk 8-ini silərik. Daha sonra 10, 11, 18 və 19. Burada hansıları silərik? Bunların hamısı 9-dan fərqli olduğu üçün bunları silərik. Burada 19 dənə rəqəm olacaq. Oxşar məntiqlə 20-dən 28, 29-a qədər yenə bu 19 rəqəmi silərik. Yenə 19-u silərik və yenə 19-u silərik. Çünki 5-ci dəfə 19-u silsək, 100-dən çox rəqəm silinəcək. Deməli, biz hara qədər silmiş oluruq? 49-a qədər. Neçə rəqəm silmiş oluruq? 4 vur 19, 76. Üstə gəlinsin 8, 84 ədəd silirik. Yerdə qalır 16 dənə haqqımız. İndi gəlin nəticədə qalan ədədə baxaq. Bu 9-lar qalır. 1, 2, 3, 4, 5. Yazaq yan yana. 9, 9, 9, 9, 9. İndi yerdə qalan böyük ədəd yazaq və 16 dənəsini silək. 50, 51, 52, 53, 54, 55, 56, 57 və 58 bəs eləyər. 57 və 58. Tamam.
Burada razıyıq ki, biz əgər buranı silə biliriksə, hansı ki 10 rəqəmdir, 12 rəqəmdir, 14 rəqəmdir. Bu 14 rəqəmi silə bilərik. Çünki bu 5-i silsəm, baş rəqəm 7 olar. 7 daha böyük rəqəm olar. Deməli, mən bu 15 rəqəmi silirəm. Yerdə nə qalır? 9, 9, 9, 9, 9, 9. 5 də silindi, 7 gəldi başa. Mən niyə 8-i gətirəmirəm? 8-i gətirmək üçün gərək 17 dənə silmə haqqım olaydı. Yoxdur deyə ən böyük rəqəm 7-ni gətirə bilirəm. Alınır 7 və 58. Bir dənə haqqım qalıb 15 dənə sildiyimə görə. O 5-i də silirəm, bu gəlir 8 sol tərəfə. Yəni məsələ buna dönüşür. 8, 59 və 60. Rəqəmimiz bu formada başlayacaq. Bizə axtardığımız isə ilk 10 rəqəmini tapmaq idi. İlk 10 rəqəm də bu olacaq. 6-ya qədər. 5 dənə 9, 7, 8, 5, 9, 6 axtardığımız cavab olar. Gəlin keçək növbəti sualımıza. Bütün elə n natural ədədlərini tapın ki, bu şərti ödəyir. Natural bölənlərin sayının göstərilməsi düsturu var, amma ondan qabaq biz yazırıq n-i p1 üstü alfa 1, p2 üstü alfa 2 və pk üstü alfa k şəklində. Bütün ədədlər kanonik formasında bu cür yazıla bilər. Onda n ədədinin bölənlərinin sayı alfa 1 plus 1, alfa 2 plus 1 ta gedir alfa k plus 1'e qədər. Bu 5'i də sola keçirək, gəlin burada yazaq. Bərabər nə olacaq? P1 üstü alfa 1, P2 üstü alfa 2, PK üstü alfa k. Əla. İndi burada maraqlı bir söhbət yaranacaq. Bütün alfalar 0 ola bilərmi? 0 da ola bilərlər. Ona görə biraz problemlidir. Amma fərz edək ki, bunların heç biri 0 deyil. Yəni qüvvətlər 0 deyil. Ona görə də biz bu alfa k-nı da işlədirik, alfa 2-ni də işlədirik, p-ləri işlədə bildik. Yəni li fərqlidir 0 olsun. Hələlik. Onsuz da 0 olmasa zaten bu k-nı bir addım aşağı yazardım. İndi biz razıyıq ki, ədədlərdən biri 5'dir. Məsəl üçün p1 deyək ki 5 olsun. Bu arada artan sıra ilə düzməmişəm. Sadəcə qurtulmaq üçün başdakı ədədləri siləcəm. p1 5 olsa 5 üstü alfa 1 yaranacaq. Amma ondan qabaq bir şeyi qeyd etmək istəyirəm. Mən belə bir bərabərslik verirəm ki, alfa i üstü gəlinsin 1 həmişə kiçik bərabərdir pi üstü alfa 2-dən. Daha doğrusu 2 üstü alfa i'dən kiçikdir. Bu da kiçik bərabərdir pi üstü alfa i'dən. Bu nə deməkdir? İstənilən bir sadə ədədin qüvvətini götürəndə o sadə ədəd 2-dən böyük olur və o bərabərslikdə əmələ gətirir ki, bu ifadə 2 üstü alfa 2-dən, alfa i'dən kiçikdir. Bunu isbat eləmək asandır. Bərabərlik halı alfa i 1 olanda ödənir. Sıfırına baxmırıq, sıfır olmadığı hallara baxırıq. Yəni bu bərabərslik doğrudur. Əgər alfa i böyük bərabər 2 olsa, bu ifadə ciddi bərabərsliyə dönüşür. Yəni bu deməkdir ki, buradakı sadə ədədlər bir nöqtədə bundan ciddi böyükdür. Soldakılardan ciddi böyük olar. İstisna hallar var. İndi həmin istisna halları da gəlib çıxacaq. Tamam. Hardan davam edək? Ədədlərdən birini 5 götürdüm. Tamam. Gəlin yazaq. Onda alfa i deyib 5 götürdüyümə görə alfa 1 üstü gəl 1, alfa 2 üstü gəl 1, alfa k plus 1 bərabərdir 5 üstü alfa 1 çıxılsın 1, p2 üstü alfa 2, pk üstü alfa k. Mən iddia edirəm ki, əgər alfa 1 böyükdür 1 olsa, onda 5 üstü alfa 1 çıxılsın 1, yenə böyük olacaq alfa 1 plus 1-dən. Səbəbi nədir? Alfa 1 2 olsa belə bu 5 olur, bu 3 olur. Hansı ki, yenə bərabərslik doğrudur. Siz bunu induksiya ilə isbat edə bilərsiniz ki, bu doğrudur. Hər dəfə mən bunu qeyd edəcəm. Onda alfa 1 birdən böyük olanda buradakı hər bir ifadə öz qoşmasından ciddi böyük olur. Ciddi böyük olur, ciddi böyük olur. Çünki heç biri 0 olmur deyə. Bu demək ki, ziddiyyətdir də. Sağdakı ifadə özünün qoşmasından ciddi böyükdür. Böyükdür LHS. LHS. Deməli bu bir ziddiyyətdir alfa 1 birdən böyük olanda. Buradan nəticə çıxır ki, buradan alfa 1'in 1 olduğu ortaya çıxır. Gözəl. İndi gəlin yerinə qoyaq. Bu onsuz da sıfırlanır və yeni alınan ifadəyə baxaq. 2 vurulsun alfa 2 plus 1, alfa 3 plus 1, alfa k plus 1. Hərsək bunu 3 dənəsi üçün yazsam da kifayətdir, amma k üçün yazıram ki, ümumi olaraq bütün hallar isbat olunsun.
P2 üstü alfa 2, P3 üstü alfa 3, PK üstü alfa K. Biz buradan görürük ki, sol 2'yə bölünürsə, bu sadə ədədlərdən biri 2-dir. Bunu verək 2-yə. Əla. Bunu 2 verək görək nə olur. Onda, onsuz da bu ədədlərin hamısı bu ədədlərdən ciddi kiçikdir. Yəni, bu ifadə bundan böyükdür. Təkcə bu bərabərliyi ödəyə biləcək şey odur ki, bu ifadə nətərsə bundan böyük bərabər olsun. Bəlkə bunlar bir-birinə bərabər ola bilərlər. Ona da baxaq. 2 alfa 2 plus 1 ilə 2 üstü alfa 2-ni müqayisə eləyəndə, gəlin görək burada bərabərsizlik ödənirmi? Əgər alfa 2, ümumiyyətcə bu bərabərsizlik nə vaxt ödənər? Mən istəyirəm ki, sağdakı ifadə soldan böyük olsun. Əgər bu bərabərsizliyim olsa, sağ tərəf soldan böyük olacaq. Alfa 2 1 olanda ödənmir. Çünki bura 4 olur, bura 2 olur. Alfa 2 2 olanda yenə ödənmir. Deməli, alfa 2 3 ola bilər. Alfa 2 3-dən ciddi böyük olsa, sağ tərəf soldan böyük olacaq. Deməli, bu sağ tərəfdəki ifadə hamısı sol tərəfdəki bütün ifadələrdən böyük olacaq. Onda buradan nəticə çıxır. Nəticə çıxır ki, alfa 2 bərabərdir 3 ola bilər, 2 ola bilər və 1 ola bilər. Gözəl. Alfa 2 3 olsa nə olacaq? Alfa 2 əgər 3 olsa, yerinə qoyaq. 8 vurulsun alfa 3 plus 1, alfa 4 plus 1. Belə gedir. Bərabərdir nəyə? 2 üstü 3, P3 üstü alfa 3, PK üstü alfa K'ya qədər. Tamam, bu bizə maraqlı bir həll verir. Yəni, bunlar gedir. Əgər bu ifadələr varsa, yəni var olursa, yəni K 3-dən böyük bərabərdirsə, K böyük bərabər 3 olsa, deməli, burada ən az bir dənə ədəd var ki, bundan böyük olacaq. Sağ tərəf yenə soldan böyük olacaq hansı səbəbdən? Baxın, bayaq isbat elədiyimiz bu bərabərsizlik səbəbi ilə. Onda biz buradan nəticə çıxarırıq. K 3-dən böyük olanda həll yoxdur. Alfa 2 3 olanda. Oxşar məntiqlə 2-də yox, 2-də çıxmır. Alfa 2 halına baxacağıq. K 3-dən böyük olanda həll yoxdur. Deməli, K 2 halındadır. K 2 halında da tapdıq ki, alfa 2 3, alfa 1 də 1 olanda, yəni n bərabərdir 5 vur 8 bizim məsələni ödəyir. 40 məsələni ödəyən həllərdən biri çıxır. Gözəl. İndi gəlin digər hallara baxaq. Alfa 2 1 olma halında həll yoxdur. Çünki alfa 2 1 olanda sol tərəfdə 4 yaranır. Nəsə. Sağ tərəfdə isə 2 üstü 1 yaranır və digər sadə ədədlər olur. Bu isə niyə həlli yoxdur? İxtisar eləyəndə sol tərəf cüt qalır, burada 2 qalır. Amma sağ tərəfdəki bütün sadə digər ədədlər tək ədəd olur. Deməli, burada həll yoxdur. Tamam. Gəlirik onda son halımızda. Alfa 2 bərabərdir 2 olanda sol tərəfdə 2 vur 3 yaranır. Sonra alfa 3 plus 1 və s. Alfa K plus 1. Sağ tərəfdə isə yaranır 2 üstü 2 vurulsun P3 üstü alfa 3, PK üstü alfa K'ya qədər. Gözəl. İndi bu ikilər gedir. Deməli, P3 3 çıxır. Buradan nəticə çıxır ki, P3 3 imiş. Çünki sol tərəf 3-ə bölünür, deməli, sağ tərəf 3-ə bölünməlidir. Və burada maraqlı bir nəticəyə gəlib çıxacağıq. 3 alfa 3 plus 1 və 3 üstü alfa 3. Mən deyirəm ki, görəm bu ifadə nə vaxt bundan ciddi böyük olar. Onda həll olmayacaq. Nə vaxt olar? İxtisar edirəm. Alfa 3 plus 1 kiçikdir. 3 üstü alfa 3 çıxılsın 1. İndi fikir versəniz, alfa 3 hətta 2 olanda belə, 2-dən böyük bərabər olanda sağ tərəf soldan tez böyüyür. Deməli, bu sağdakı ifadə soldakı bütün ifadədən böyük olacaq. Buradan nəticə çıxır ki, burada həll yoxdur. Daha 2 yox, 3-dən böyük olanda. 3-dən böyük olanda həll yoxdur. 2 ola bilər, 1 ola bilər. 1 ola bilər. Alfa 3 2 ola bilərmi? Gəlin ona baxaq. Alfa 3 2 olsa, sol tərəfdə nə yaranır? Aha, sol tərəfdə 3-ün kvadratı, alfa 4-lər falan yaranır. Alfa 4 plus 1-lər yaranır. Sağ tərəfdə isə yaranır. Alfa 3 2 olanda sağ tərəfdə isə yaranır. 2 vurulsun 3 üstü 2, P4 üstü alfa 4 və s. PK üstü alfa K'ya qədər. Və burada yenə ziddiyyət çıxır. Çünki 3 üstü 2-lər gedir. Zaten bu ədədlər
ciddi şəkildə bundan kiçikdir. Hətta bunlara ehtiyacımız yoxdur. Bu 2-nin özü belə buradakı 1-dən böyük olur deyə. Bunlar olmasa belə sağ tərəfdəki 2 sol tərəfdən böyük olur, həll olmur. Həll yoxdur. Alfa 3 2 alanda, alfa 3 1 olanda isə həllimiz ortaya çıxacaq. Çünki sağ tərəfdə yaranacaq, da sol tərəfdə yaranacaq 3 vurulsun 2 alfa 4'lerde yazaq, alfa 4 plus 1 və s. Bərabərdir 2 vurulsun 3 üstü 1 p 4 üstü alfa 4 və s. və ilaxır. Və bunun həlli olacaq. Əgər bunlar ixtisar getsə, sağ tərəfdə əgər sadə ədəd varsa həll olmayacaq. Yəni başqa dördüncü bir sadə ədəd varsa soldan ciddi böyük olacaq. Yəni k 4-dən böyük bərabər olanda həll olmur. Həll yoxdur. Onda buradan nəticə çıxır ki, k3 olur. K3 olanda da tapdıq ki, alfa 3 1-dir. Alfa 2 2-dir və alfa 1 də 1-dir. Bu isə bizə hansı ədədi verir? N bərabərdir 5 vur 4 vur 3 60-a bərabərdir. Hansı ki bizim axtardığımız ikinci cavabımız olacaq. Çox maraqlı sual idi. Yəni Rufoya düşməsinə çox sevindirir məni bu sual. Gəlin keçək növbəti sualımıza. Deyir çox ədli veribdir. Əmsalları 0-dan 1-dir. Dərəcəsi 2023-dür. P0 1-dir. İsbat edin ki, bunun hər bir kökü 1/5/2-dən kiçik olacaq. Gəlin bu çox ədlinin kökü PZ olsun. Və Z də əksini fərz edək. Z də böyük bərabərdir 1/5/2 olsun. Tamam. Mən buradan bir dənə də qayda izah edəcəm. Z kvadratı yüksəldəndə Z kvadrat böyük bərabərdir 4-də 6 çıxılsın 2 kök 5. Yəni 4-də 3 çıxılsın kök 2-də 3 çıxılsın kök 5. Biz bunu gələcəkdə işlədəcəyik ki, Z kvadrat da bundan böyükdür. Tamam. Mən isbat edəcəm ki, əgər bir dənə kök varsa 1/5/2-dən böyük, onda bu tənliyin həlli yoxdur. P0 1 nə deməkdir? Bir də dərəcə 2023 nə deməkdir? Yəni Px-imiz bərabərdir x üstü 2023 üstə gəlinsin. Burada hansısa hədlər olacaq. X üstü a-lar, nə bilim, x üstü a1, x üstü a2. Bəziləri silinibdir deyə bilmirik. Bunun əmsalı 0-dır, yoxsa 1-dir. Əgər P0 1-dirsə, bu hamısı sıfırlanır. Deməli, axırda qalan sərbəst səddimiz 1 olmaq zorundadır. İndi mən isbat edəcəm ki, Z 1/5/2-dən böyüksə, bu ifadə 0-dan böyük olur. 0-dan ciddi böyük olanda da bunun həlli olmayacaq. Mən sizin üçün gəlin bu şeyləri bölüşdürüm. Deməli, Px əmsalı cüt olanlara baxaq. Məsəl üçün AN x üstü 22. Əmsal 0 da ola bilər. AN olmasın, A2022 olsun. Tamam. Hətta gəlin bunu sigma ilə yazaq. Sigma A2i x üstü 2i. Hansı ki i neçədən başlayır? I 1-dən 1011-ə qədər. 1-dən 1011-ə qədər, məsəl üçün 1011 qoyanda 2022 x üstü 2022. 1010 qoyanda 2020 x üstü 2020. Bu əmsallardan ibarətdir Px, bir də tək əmsallardan ibarətdir. Yəni məsəl üçün A2023 x üstü 2023. Sonra x üstü 2021, A2021 x üstü 2021. Və s. bu axıra qədər gedib 1-ə qədər. Tamam. Bir də var, bir sadəcə dəqiq varımızdır. İndi maraqlı söhbət nədir? Gəlin birinci iddia eləyirəm ki, bunun kökləri hamısı mənfidir. Px kök varsa, məsələn, Z kökdürsə, mənfi olar. Əks halda, onda kök əgər Z olsa, 0-dan böyük olsa, buradan çıxır ki, buradakı bütün ifadələr 0-dan böyükdür. Deməli, Px-in heç kökü yoxdur. Axı, yəni bu həmişə müsbət olardı. Yəni Z kökü varsa və o kök 0-dan böyükdürsə, o kök bu ifadəni müsbət eləyir. Amma halbuki 0 eləməli idi. Deməli, bu doğru deyil. Deməli, istənilən kök mənfidir. Mənfi olmasının bizə xeyri nədir? Bu tək ədədlər qalsın yerində. Tək ədədlərə toxunmuram. Bu, cüt qüvvətli ədədləri bölüşdürməmin səbəbi odur ki, bunlar həmişə müsbətdir.
müsbətdir. Amma bunların alabiləcəyi ən balaca qiymət var. Böyük bərabər 0. Yəni bunları ignore edə bilərəm, vecimə almaya bilərəm. Niyə? Çünki ola bilsin onların əmsalı 0-dır. Amma yenə də müsbət qüvvətli ədədlər olduqları üçün heç olmasa mənfi olmadıqlarını bilirəm. Mən onda yazıram P x böyük bərabərdir ancaq tək qüvvətlərin cəmindən. X üstü 2023, x üstü 2021, tak plus 1'ə qədər. Heç olmasa bu ədədlər olsun da, yəni ən balaca qiyməti bu olar. Mən deyə bilərsiniz ki, müəllim, bəs niyə tək qüvvətlərin əmsalları 0 olmayıb? Çünki ifadənin ən balaca qiymətini tapıramsa, bu ifadəni ən balaca eləyən ədədlərin hamısı burada olmalıdır. Çünki z mənfidir. Bu ifadə burada olsa daha da mənfi olacaq. Bu ifadə burada olsa px daha da mənfi olacaq. Yəni ən pisini axtarıram ki, ən balaca qiymət nədir px-in? Ümid edirəm burası aydındır. Və bunlardan da qurtuluram çünki cüt qüvvətlər müsbətlik verir. Müsbətlik də ifadəni balacalaşdırmır. Ona görə bunlardan qurtuldum. Əmsallar 0 ola bilər. Yerdə qaldı tək əmsallar. İndi bu bərabərsizlik doğrudur bütün x-lar üçün. Bundan razıyıq. Onda z qoyaq. Pz hansı ki 0-a bərabərdir, tənliyin köküdür. 0 bərabər pz. O da böyük bərabərdir. Z üstü 2023, Z üstü 2021, belə plus 1'ə qədər. Mən götürüb bunun hər tərəfini Z kvadrat çıx 1'ə vurub böləcəm. Və nə baş verəcək? Burada ədədlər bir-birlərini aparacaq. Z kvadrat 2025 qalacaq. Gəlin onu yazaq bir dənə. Z üstü 2025 qalacaq. Məsələn, Z üstü 2023 gedəcək. Niyə? Çünki Z üstü 2 ilə Z üstü 2021 vuranda Z üstü 2023 müsbət yaranır. Mənfi 1 ilə də vuranda bunu mənfisi yaranır, islah olurlar. Onlar gedəcək. Burada bir dənə Z-imiz də var. Bizdə yerdə qalacaq nə? Mənfi Z-i heç kim silə bilməz. Mənfi 1'i heç kim silə bilməz. Bir də Z kvadrat. Z kvadrat 1, bunu da heç kim silə bilməz. Qalan bütün ədədlər silinir, qalır Z kvadrat çıx 1. Yəni bu bizim elə bir həndətsiz silsilənin cəmi düsturuna oxşuyur, amma onun isbatının verilmə halıdır ki, buna vurub bölürük və ifadə buna dönüşür. Tamam. İndi mən isbat edəcəm ki, bu ifadə 0-dan böyükdür və ziddiyyət yaradacağım. Z kvadrat çıxılsın 1, Z üstü 2025 çıxılsın Z çıxılsın 1, çıxılsın gəlsin Z kvadrat. Gözəl. İndi mən iddia edirəm ki, bu ifadə bu böyükdür 0-dan. Bunu isbat eləmək üçün nə edəcəm? İndi mən bu iddiamı doğrulamazdan qabaq gəlin Z kvadrat çıx 1'ə baxaq. Mənim iddiam budur ki, Z kvadrat çıx 1 0-dan kiçikdir, Z kvadrat 1-dən kiçikdir. Səbəbi nədir? Z kvadrat 1-dən kiçikdir, çünki biz Z haqqında bilirik ki, Z 0-dan kiçikdir, böyük bərabərdir 1 çıx kök 5 böl 2, böyükdür. Çünki 2'ni mənfi 1 oranında 3, yəni bu ifadə 0 ilə mənfi 1 arasındadır. 0 ilə mənfi 1 arasında ədədin kvadratı da 1-dən kiçik olacaq, 0-dan böyük olduğunda bilirik. Deməli, bu ifadə mənfidir. Onda gəlin məxrəc surəti mənfiyə vuraq, amma sağ tərəfə dəyməyək. İndi mən isbat edəcəm ki, bu böyükdür 0. Artıq məxrəcimiz 0-dan böyükdür. Onda isbat eləsəm ki, Z üstü gəl 1 çıx Z kvadrat çıxılsın Z üstü 2025 0-dan böyükdür. Məsələ bitər. Onsuz da Z mənfidir deyə biz bunu da bilirik ki, bu ifadə 0-dan böyükdür. Onda isbat eləsəm ki, bu ifadə doğrudur, məsələ bitər. Bəs Z üstü gəl 1 çıx Z kvadrat 0-dan həqiqətən böyükdürmü? Gəlin bu ifadəni sağ tərəfə ataq. 0 böyükdürmü Z kvadrat çıx Z plus 1-dən. Bu doğru olacaq. Çünki bunun köklərinə baxsanız diskriminantı bərabərdir kök altda 5'ə ya da 5'ə bərabərdir. Onda bu tənliyin kökləri nə olacaq? Bu tənliyin kökləri məsələn Z1, Z2 bərabərdir. 2'də 1 plus minus kök altında 5. Yəni bu tənliyin köklərini yazsaq Z çıxılsın 2'də 1 üstü gəl kök 5. Bir də Z çıxılsın 2'də 1 çıx kök 5. Və bu da doğrudur ki 0-dan kiçikdir. Çünki Z haqqında bilirik ki Z mənfi ədəddir. Bu işarə mənfi olacaq. Və Z haqqında bilirik ki Z
1 çıx kök 5 bölü 2-dən böyükdür. Bu ifadə böyük bərabər 0 olacaq. Yaxud da böyük 0 olacaq. Yəni müsbət olacaq. Bir mənfi ədəd, bir müsbət ədəd 0-dan kiçikdirmi? Doğrudur. Əgər bu doğrudursa bu bərabərsizlik, deməli bu ifadə 0-dan böyük olur. Deməli bütün iki ifadənin ikisi 0-dan böyük olduğu üçün bu ifadə 0-dan böyük olur. Halbuki həmin ifadə 0-a bərabər idi. Yəni biz buradan nəticə tapdıq ki, 0 böyükdür 0-dan, hansı ki ziddiyyətdir. Bu ziddiyyətə görə deməli bütün z kökləri 1 çıx kök 5 bölü 2-dən kiçik olmaq zorundadır. Çox maraqlı bir sual idi. Yəni kökümüzün hamısı ən az bir dənəsi 1 çıx kök 5 bölü 2-dən böyük olanda tapdıq ki, bütün ifadə ən balaca qiymət bunu alır, hansı ki bu ifadə həmişə 0-dan böyük olur. Gəlin keçək yuxarı yaş qrupunun son və ən çətin sualına. Sonuncu məsələmiz belə bir kombinatorika məsələsidir. 2024 dənə dərs var Olimpiada mərkəzində. Deyir, şagirdlər gəlir. Hər şagird istədiyi dərs seçə bilər, amma qayda var ki, ən az bir dənə dərs götürməlidir hər şagird. Bütün dərsləri götürə bilməz. Bütün şagirdlərin götürdüyü ortaq dərs yoxdur. Yəni bir dərsi 2024 nəfər götürə bilməz və istənilən dərsdə götürülməlidir ən az bir şagird tərəfindən. Yəni 0 şagird götürə bilməz deyə bir şey yoxdur. Deyir ki, bir dənə də son qayda var. Son qayda məsələnin taleyini dəyişir. Deyir, hər hansı bir şagird üçün onun götürmədiyi istənilən dərsdə, məsələn, mən şagirdəm, bu dərsi götürməmişəm. Amma mən şagirdəm, bu dərsi götürməmişəmsə, bu dərsdə olacaq şagird sayı nədir? Hər hansı bir şagird üçün onun götürmədiyi istənilən dərsdə ən azı, yəni bu dərsdə ən azı bu birin götürdüyü dərs sayı qədər dərs var. Yəni bunun sayı birin götürdüyü dərslərin sayına bərabərdir. Məsələn, birinci şagirdin götürdüyü dərs, nə qədər dərs götürübsə fərqli, onun sayından böyük bərabərdir götürmədiyi dərsdəki dərslərin, şagirdlərin sayı. Çox qəribə bir toxunuşdur, düzdür, baya düşürəm. Amma deyir ki, bu qaydadan keçərli ola bilməsi üçün mərkəz ən az neçə şagird qəbul etməlidir. Birinci intuisiya oradan gəlir ki, cavabı əgər 1, 2, 3, 4 üçün tapasınız ki, elə 1, 2, 3, 4 olacaq. Yəni 4 dənə fərqli dərs varsa, bir dənə fərqli dərs varsa 1, 2 fərqli dərs varsa 2 nəfər, 3 fərqli dərs varsa 3 nəfər, 4 fərqli dərs varsa 4 nəfərdir. Yəni siz buradan təxmin edə bilərsiniz ki, cavab 24-dür, 2024-dür. Amma isbatı heç də asan deyil. Yəni qraflarla falan eləməyə çalışdım. Sözün açığı bir bipartite qrafla həlli var, hal teoremini işlətməklə. Amma bu biraz ağır gələcəyini fikirləşdiyim üçün, yəni daha rahat həll tapmadığım üçün mən çalışacağım bugün rəsmi həlli izah edeyim. Rəsmi həldə belə bir qayda var. Deyir ki, tamam, cavab 2024-dür, okeydir, ödəyir. Ödəməsinin səbəbi nədir? 2024 dənə dərs götürüm, hərəsindən bir dənə fərqli şagird qoyum. 2, 3, 2024-ə qədər. Bu birinci şagirddir, birinci dərs götürüb, ikinci şagirddir, ikinci dərsi götürüb və bütün qaydalar ödənir. Hamısının ortaq götürdüyü dərs yoxdur. Hər dərs bir nəfər tərəfindən götürülüb. Məsəl üçün, bu dərsi bir nömrəli adam götürməyibdir. Deməli, bu dərsdə ən az neçə şagird olmalıdır? Bunun götürdüyü dərs sayı qədər. Yəni, bir dənə şagird olmalıdır. Hansı ki, şərt ödənir bütün rəqəmlər üçün. Yəni, bu okeydir. 2024 üçün okeydir. Məsələn, isbat edir 2024 n üçün. Məsələn, ümumiləşdirirlər n üçün və isbat edirlər ki, əgər m şagird varsa və m n-dən kiçik olsa, ziddir. Ziddiyyət alınacaq. Yəni, bunu ispat edəcəklər, tapacaqlar ki, buradan şagirdlərin sayı ən az n böyük bərabərdə n olmalıdır. Yəni, bizim halımızdakı kimi 2024 olmalıdır. İndi həllə gəlin baxaq. Burada qeyd edirlər ki, m n-dən kiçikdir. Hər bir şagird üçün, i şagirdlərdir, m dənə şagird üçün x-i onun götürdüyü dərslərin sayıdır. i şagirddir, onun götürdüyü dərs sayı x-i götürür, x-i dənə dərs götürübdür, y-i dənə götürməyib. Əslində y-i nəyə həm də bərabərdir. Bütün dərslərin sayı çıxılsın x-i kimi də yaza bilərik. Belə bir şey ağlımızda bulunsun. Oxşar məntiqlə SC ilə TC isə bir dərs götürürlər. J dərs. Bu dərsi götürən uşaqların sayını SC ilə,
götürən. Götürməyən uşaqların sayını isə T, J ilə işarələyiblər. Bu da həmçinin bərabərdir nəyə? N x çıxılsın x-i bütün dərslərdən götürdüyü dərsləri çıxırıq. Amma bütün şagirdlərdən də götürən şagirdlər çıxsaq, götürməyən şagirdlərin sayı qalacaq. Yəni belə bir əlaqə var, definition var. Gəlin davam edək. İddia qaldırılır ki, birdən m-ə qədər şagirdlərin götürdüyü dərslərin sayı, yəni istənilən şagird üçün götürdüyü dərslərin sayının cəmi istənilən dərs üçün birdən dərslərə qədər bütün bu dərsi götürən şagirdlərin sayına bərabərdir. Əslində baxanda sözlə başa düşüləndir ki, dərsləri götürən bütün şagirdlər buradadır, bütün şagirdləri götürən dərslər buradadır. Məsəl üçün, burada bir dənə İJ varsa, İ'ninci şagird J'ninci dərsi götürübsə, həmin İJ burada da olacaq. J'ninci dərsi İ'ninci şagird götürüb, onu burada da tapa bilərik. Məsələ ilə oxşar isbatını verib ki, sol tərəfdə İ'ninci şagird J'ninci dərsi götürüb, sağ tərəfdə J'ninci dərsi də İ'ninci şagird götürüb, yəni bir-birlərinə bərabərdir. Bu sadədir. İndi belə bir qayda edirlər. Deyir ki, İ'ninci şagird J'ni götürməsin. J'ni götürmür. Məsələ bunun üzərində qurulub. Bizə maraqlıdır ki, İ'ninci şagird J'ninci dərsi götürmür, biz bu ikiliklərin sayını hesablayırıq. İJ ulduz qoyublar ki, İ'ninci şagird J'ninci dərsi götürmür, bunun sayı nə qədərdir? İndi bunu hesablamazdan qabaq belə bir şey qeyd edirlər ki, onda İJ üçün m kiçikdir n və x kiçikdir SC-ni istifadə eləsək, bu bərabərsizlik yaranır. Amma mən sizə bərabərsizlikdən qabaq bir şey toxundurum. Bu nə deməkdir? Bu bizim fərziyyədir. X-i SC-dən kiçikdir, amma bu doğru deyil əslində baxanda. Yazıblar ki, X-i SC-dən kiçikdir. Bu nə deməkdir? İ'ninci şagirdin götürdüyü dərs sayı götürmədiyi həmin J dərsi üçün biz bayaqlar nə dedik? Əgər bir şagird bir dərsi götürmürsə, məsələn, bu dərsi bir nömrəli götürmürsə, bu dərsdəki şagird sayı ən az bunun götürdüyü dərs sayı qədərdir. Onun riyazi formada yazılışı budur. J'ninci dərsi bu İ şagird götürmədiyi üçün biz burada qeyd edək ki, götürmür. Götürmürsə, ondakı şagird sayı, yəni bunun şagird sayı nə olmalıdır? Ən az İ'nin götürdüyü dərs sayı qədər olmalıdır. Yəni bu doğrudur, amma böyük bərabər olmalıdır. Yəni işarə səhv ediblər. Və deyir, m də n-dən kiçik olanda, bu zaten bizim işimizdə belə yarayır. Belə düzgün də olur. Onda ispat edirlər ki, x-i böl y-i, x-i böl y-i, yəni götürdüyüm dərslərin sayı böl, götürmədiyim dərslərin sayı həm də bərabərdir. X-i bölünsün, n çıxılsın, x-i, bunu bayaq ispat eləmişdik. Deyir, bu da kiçikdir. SC bölünsün. Götürmədiyim dərslər, J'ninci dərsi götürməyən uşaqların sayı çıxılsın, M çıxılsın, SC. Hansı ki bərabərdir, SC bölünsün, TC. Tamam. Bəs niyə bu bərabərsizlik doğrudur? Çünki hər şey müsbətdir. Çarpaz vursanız, görərsiniz ki, X-i M, bir başa ispat edə bilərik ki, ehtiyac yoxdur. X-i M çıxılsın, X-i SC, kiçikdir. NSC çıxılsın, X-i SC. Bunlar islah olur. Bəs X-i NC-dən kiçikdirmi? Onsuz da X-inin SC-dən kiçik bərabər olduğunu bilirik. Amma ciddi bərabərsizlik edən M N-dən kiçik olmalıdır. Yəni M N-dən kiçikdir. Deməli bu bərabərsizlik doğrudur. Onda bu ciddi bərabərsizliyimiz doğrudur. Onda bu ikisi arasındakı əlaqə doğrudur ki, X-inin Y-yə nisbəti SC-nin TC nisbətindən kiçik olur. Və başlayırlar bunu saymağa. İndi deyir, bütün vəziyyətlər üçün, IJ vəziyyətlər üçün ikili sayırlar. Çünki IJ kimi saymaq olar, bir də JI kimi saymaq olar. Burada IJ hissəsini sayıblar. İ'ninci şagird J'ninci dərsi götürməyib. Burada isə J'ninci dərsi İ'ninci şagird götürməyib sayırlar və ziddiyyət taparlar. Deməli, sol tərəfdə hesablayırlar. X-i bölünsün, İ'lərin nisbəti 1-dən M-ə qədər. Bunu yazırlar. X-i böl Y-nin yerinə. Daha sonra X-i yazırlar birinci. Sorry. X-i
1-dən M-ə qədər bütün şagirdlərin götürdüyü dərslərin cəmi bərabərdir. 1-dən M-ə qədər Y vurulsun, X-i bölünsün Y. Yəni, Y-ləri zaten islah olurlar. Sadəcə bunu bölürlər ki, biz bunu hesablaya bilək. Və götürmədiyi dərslərə vurmuşuq. Götürmədiyi dərslərin sayı vurulsun X-i böl Y-dir. Və biz bunu ifadə edə bilirik nə cür? Sigma bütün götürülməyən dərslər üçün, götürülməyən dərslər İJ-dir. Bütün götürülməyən dərslərin sayı əslində X-i bölünsün Y-lərin cəminə bərabərdir. Bu anlaması ən çətin olan hissədir. Bu niyə doğrudur? Çünki Y götürmədiyi dərslərin sayıdır, düzdürmü? Həmin Y-lərin yerinə biz İJ ulduz qoya bilərik. Yəni, bütün İJ-lər var ki, X və İJ nədir? Hətta J'miz hardadır? J'miz yoxdur. Amma biz onsuz da bütün dərslər üçün, bütün J'lər üçün X-i, Y-ləri hesablaya bilərik. Hansı ki, J-ci dərsi götürməyib. Hamısı ki, burada Y nə deməkdir? Mən I adlı şagird Y dərsini götürməyib. Yəni, Y dərsini götürməyibdir. Yəni, eyni məntiqdir. Bu ikisi ekvivalentdir. Və bərabərsliyi tətbiq edirlər. İJ üçün, dərsi götürməyən adam üçün bu ifadə nədən kiçikdir? SC bölünsün TJ. Artıq I-dən J-yə keçdik. Deyirik ki, şagird üzərindən saymaq yerinə dərs üzərindən saysaq və bu da bərabər olacaq nəyə? Sigma 1-dən N-ə qədər TJ vurulsun SC böl TJ-yə. Bayaqki elə bir məntiqdir. Bayaqki məntiqdə necə biz X-i-dən Y vur X-i-yə keçdik. Burada da oxşar məntiqlə, daha doğrusu bu hissədən buna keçdiyimiz kimi, bir də bunun tərsinə qayıtma hissəsini burada edirlər. Yəni, İJ dərsini götürməmişəm. Yəni, J-ci dərsi I-ci uşaq götürməyibdir. Onda biz bunun yerinə nə yaza bilərik? Həmin J-ci dərsi götürməyən uşaqların sayı vurulsun SC böl TJ. TJ ilə də TJ ixtisar gedir. Bu ifadə alınır 1-dən N-ə qədər SC-lərin sayının cəmi. Və bu bir ziddiyyət əmələ gətirir. Çünki ortada ciddi bərabərslik var. Tapdıq ki, X-lərin cəmi SC-lərin cəmindən kiçikdir. Amma biz iddia 1-dən qeyd eləmişdik. Əslində X-lərin cəmi SC-lərin cəminə bərabər olmalıdır. Çox qəribə bir isbat yöntəmidir açığı. Niyə X-i böl Y-yə baxarsınız? Yəni, çətin bir yanaşmadır. Ağla gələrmi, intuitivdirmi bilmirəm. Amma mən çalışdığım qədər intuitiv şəkildə isbatı verim, açıqlayayım. Sadəcə məntiq burada odur ki, intuisiya budur ki, İJ ulduzları sayın. Yəni, bütün dərsi götürməyən adamları sayanda ziddiyyət çıxırmış. Amma yəni, bu hissəsi aydındır ki, MN-dən kiçik götürək və cavabı 2024 olduğunu təxmin etmək də aydındır. Onun üçün konstruksiya qurmaq aydındır. Hətta buna bal da verirlər. Amma bu adları qeyd eləmək heç də o qədər intuitiv deyil. Yəni, məsələni riyazi ilə çevirmək üçün, yəni bunu işlədə bilmək üçün məcbur olub bu formaya gətiriblər. Bu bizim son finala hazırlaşırıq dərsimiz idi. Bura qədər qulaq asdığınıza görə təşəkkürlər. Aşağıda kommentlərinizi gözləyirəm. Sabahda və 5 gündə finalda iştirakçılara uğurlar arzulayıram. Ümid edirəm videoların köməyi olmuşdur. Sağ olun. Gələcək dərslərdə görüşərik.